biznes modelləri təhlil edib ən düzgünlüyü və Azərbaycan üçün ən faydalısını seçməliyik. Fikirləşirik ki, ilk yaşıl enerjinin ixracı 2030-cu ildən sonra başlayacaq. Azərbaycan Cumhuriyyəti ilə can qardaşlarımızla yollarımız kesişəcək. Asiya və Avropanı coğrafi olaraq bir-birinə bağlayan Azərbaycan bugün həyata keçirdiyi enerji siyasəti ilə bu iki qitəni sözün hər mənasında ayrılmaz bir tərkibə çevirib. Ənənəvi enerjidən yaşıl enerjiyə uğurlu keçid edən Azərbaycan bərpa olunan enerji sahəsini beynəlxalq əməkdaşlıq üçün səmərəli platforma halına gətirib. Bu platformanın formalaşdırılmasında Prezident İlham Əliyevin 2022-ci il dekabr ayının 17-sində Rumıniyanın paytaxtı Buxarestdə səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması önəmli rol oynadı. Bu sənədə əsasən Azərbaycanda istehsal olunacaq yaşıl enerji Azərbaycan, Gürcüstan, Qaradəniz, Rumıniya və Macarıstan marşrutu üzrə ixrac olunacaq. Yaşıl enerjinin Qaradənizdən ötürülməsi isə suyun altından uzanan kabel xətti ilə icra olunacaq. Azərbaycanın yaşıl enerji sahəsindəki addımları ölkə sərhədlərini aşıb keçir. Qaradənizin dibindən keçərək Avropaya yaşıl enerji ixrac edəcək kabel xətti bunun bariz nümunəsidir. Gələcəkdə bu şəbəkəyə Asiyadakı türk dövlətlərinin də qoşulması onun strateji əhəmiyyətini daha da artırır. Ötən dövr ərzində sazişə daxil olan ölkələr Qaradənizin dibindən keçərək Avropaya yaşıl enerji ixrac edəcək, yeni enerji koridorunun reallaşması ilə bağlı bir sıra mərhələləri artıq geridə qoyublar. Bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirir ki, müxtəlif ölkələr və böyük şirkətlər bu layihəyə böyük maraq göstərirlər. Azərbaycandan başlayıb Qaradənizin dibindən keçən yaşıl enerji ixrac kabeli ilə bağlı son vəziyyət nə yerdədir? Bu dəqiqə dünyada həmin qəbildən olan, yəni dənizin dibindən keçən kabellərə çox böyük tələbat var və istehsalçılar da məhdud saydadır. Onların texniki, iqtisadi o kabellərin göstəriciləri, eyni zamanda fiber optik komponentin inteqrasiyası ilə bağlı dünyada lider olan şirkətlərlə intensiv danışıqlar gedir və biz başa düşməyə çalışırıq ki, o layihəyə start veriləndən sonra nə qədər müddət ərzində bu layihə tam şəkildə yekun vəziyyətə gəlib çata bilər. Eyni zamanda xüsusi olaraq qeyd etmək lazımdır ki, bir çox müxtəlif ölkələrin şirkətlərinin marağı var həm o kabeldə investor kimi iştirak eləməyə, həm bu prosesdə yaxından dəstək göstərməyə. Yəni bu olduqca böyük bir layihədir. Ona görə bütün müxtəlif istiqamətlər üzrə hal-hazırda işlər gedir və biz ümid edirik ki, ilin sonuna qədər biz artıq tam mənzərəni təqdim edə biləcəyik ki, kim, necə, harda və hansı istiqamətdə işləməyə başlamalıdır. Agentlik rəhbərinin sözlərinə görə Qaradənizin dibindən keçəcək kabel xətti ilə bağlı ən vacib məqam isə budur ki, Asiyadakı türk dövlətləri də bu layihəyə qoşulmaq üçün addımlar atırlar. Bunun nəticəsində ilk mərhələdə 4 ölkəni əhatə edən kabel ixrac xətti regional miqyasdan kənara çıxaraq artıq qlobal səviyyədə bir layihə statusu qazanır. Gələcəkdə digər Asiya ölkələrinin də bu xəttə qoşulması ilə Azərbaycan böyük enerji mərkəzi rolunu oynayacaq. COP29-da türk dövlətləri arasında yaşıl enerjinin ixracı və ötürülməsi ilə bağlı razılıqlar əldə olunmuşdu. Bu məsələ ilə bağlı hazırda qət olunan məsafə nədən ibarətdir? Özbəkistan, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibindən keçməklə layihə həyata keçirmək planlaşdırırlar. O layihə ilə bağlı birgə müəssisə təsis olunub, eyni zamanda texniki iqtisadi əsaslandırmaya start verilməlidir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnkişaf Bankı birlikdə bu təhlillərin aparılmasına maliyyə dəstəyi göstərmək barədə qərar qəbul ediblər. Texniki iqtisadi əsaslandırmanın nəyin əsasında aparılacaqsa o sənəd artıq razılaşdırılıb. TOR deyirlər ona,
Terms of Reference. Bəli, o həmin sənəd masa üzərindədir və bütün tərəflər məhsul formada texniki iqtisadi əsaslandırmanın hazırlanmasına razılıq veriblər və hal-hazırda seçim mərhələsidir ki, hansı şirkət onun texniki iqtisadi əsaslandırmasını aparacaq və yəqin ki, çox qısa bir zaman ərzində bu şirkətin adı bəlli olacaq və ondan sonra həmin istiqamətdə də çox intensiv təhlillərə başlanılacaq. Təbii ki, o layihə bir qədər bundan qabaq dediyimiz layihə ilə də müəyyən mənada uzlaşdırılmalıdır və sistematik olaraq bir biznes modelin hazırlanması istiqamətində də fəaliyyət artıq yekunlaşmaq üzrədir ki, müəyyən kommersiya şərtləri və Azərbaycanın bu proseslərdə hub olaraq rolu və oradan əldə edəcəyi bütün gəlirlər masa üzərində olmalıdır və biz o modelləri, biznes modelləri təhlil edib ən düzgünlüyü və Azərbaycan üçün ən faydalısını seçməliyik. Ənənəvi enerjinin dünyaya ötürülməsində olduğu kimi Azərbaycanın yaşıl enerji ixrac planları da çox şaxəlidir. Belə ki, bu plan təkcə Qara dənizin dibi ilə keçən Kabil xətti ilə yekunlaşmır. Cavid Abdullayevin sözlərinə görə hazırda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı əhatə edən ikinci bir yaşıl enerji ixrac xəttinin təsis edilməsi ilə bağlı önəmli addımlar atılır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə yaşıl enerjinin ixracı ilə bağlı məsələ də gündəmdədir. Bəhs etdiyiniz iki layihədən başqa Türk dövlətləri ilə birgə başqa hansı yaşıl enerji sahəsində layihələr həyata keçirilir? Kifayət qədər yüksək səviyyədə razılaşdırılmış artıq bir interkonnektor barədə də söhbətlər gedir. Bu Azərbaycan, Gürcüstan quru yolu ilə Türkiyə və Avropa istiqamətində, Bolqarıstan daha doğrusu istiqamətində olan interkonnektordur. Onunla bağlı hal-hazırda bütün zəruri təşkilatlanma işləri başa çatmaq üzrədir və biz o istiqamətdə də təhlillərin çox qısa bir zamanda başlayacağını gözləyirik. Eyni zamanda Naxçıvandan Türkiyəyə ixrac marşrutu istiqamətində çox intensiv Türk qardaş ölkənin aidiyyəti qurumlarının iştirakı ilə çox ciddi təhlillər aparılır. Orada da kifayət qədər böyük rəqəmlərdən söhbət gedir və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiya xəttlərinin hal-hazırda ən belə deyək ki, müzakirə olunan mövzu olduğunu nəzərə alaraq bu prizmadan baxanda təbii ki, o xəttində, o ixrac xəttində çox böyük potensialı var və çox böyük gələcəyi var. Eyni zamanda Naxçıvanın da hal-hazırda böyük günəş potensialını nəzərə alanda bu kifayət qədər maraqlı ola bilər. Biz hal-hazırda Naxçıvan üçün yaşıl enerji zonası konsepsiyası və tədbirlər planı üzərində işləyirik və sənəd razılaşdırma üçün aidiyyəti qurumlara, o cümlədən də Naxçıvandakı qurumlara təqdim olunub və biz ümid edirik ki, çox qısa bir zamanda rəyləri toplayıb, yekunlaşdırıb həmin sənədi hökumətə təqdim edə biləcək. Bu kompleksdən baxanda bu dediyim məsələ olduqca böyük aktuallıq kəsb edir. Qara dənizin dibindən keçəcək Kabil xəttindən danışan, bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin şöbə müdiri Cəbrayıl Əliyev isə deyir ki, artıq bu marşrutla ilk yaşıl enerjinin Avropaya ixrac ediləcəyi tarix də bəllidir. Cəbrayıl müəllim, Azərbaycanda yaşıl enerjinin ixracı sahəsində hansı işlər görülür? Və qeyd etmək istərdim ki, bu ilin fevral ayından artıq bu istiqamətdə işlərin fəaliyyətinin əlaqələndirilməsi və maliyyə və texniki məsələlərin həlli istiqamətində birgə müəssisə yaradılıb və bu birgə müəssisə artıq fəaliyyətdədir və sevindirici hal ki, birgə müəssisənin rəhbərliyi Azərbaycan tərəfindən hal-hazırda həyata keçirilir və biz bu layihənin reallaşdırılması istiqamətində ciddi addımlar atırıq və qeyd etmək istərdim ki, layihədən beynəlxalq məsləhətçi şirkət də cəlb olunub və bu beynəlxalq məsləhətçi şirkət tərəfindən layihənin texniki iqtisadi əsaslandırılması hal-hazırda aparılır. Fikirləşirik ki, ilk yaşıl enerji ixracı 2030-cu ildən sonra baş tutacaq və bununla bağlı müvafiq işlər yerinə yetirilir. Cəbrayıl Əliyev bildirir ki, Türkiyə ilə yaşıl enerji əməkdaşlığında Naxçıvan Muxtar Respublikası isə xüsusi önəm daşıyır. Bu ilin aprel ayında Azərbaycanda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasında Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti haqqında anlaşma memorandumu
imzalandı. Bu anlaşma memorandumunda birgə layihələrin işlənməsi, endüstrial sistemlərinə inteqrasiya bu kimi məsələləri əhatə eləyir və qeyd etmək üçün bu da növbəti Azərbaycan ixrac marşrutlarından biri olaraq dəyərləndirilir. Ümumiyyətlə ixrac marşrutlarına gəlincə növbəti ixrac marşrutumuzun biri də Azərbaycandan Naxçıvan Muxtar Respublikasına Türkiyə enerji ixracı nəzərdən keçirilir ki, artıq bunun üçün də bilirsiniz ki, Cəbrayıl rayonunda müvafiq infrastruktur qurulub və eyni zamanda Naxçıvan yaşıl enerji zonası olaraq elan edilib və Naxçıvanda yaşıl enerji zonası elan olunmasından biri də həmin orada ixrac imkanlarının dəyərləndirilməsi, təbii ki, yerli zonanın yaşıl enerji tələbatının qarşılanması və ixrac imkanlarının dəyərləndirilməsi. Bu istiqamətində Türkiyə ilə əməkdaşlıq həyata keçirilir və oradan da enerjinin ötürülməsi prosesi nəzərdə tutulur. Azərbaycanın yaşıl enerji koridorlarının şaxələndirilməsi təkcə qonşu ölkələr üçün deyil, bütün Türk dünyası üçün böyük imkanlar yaradır. Bununla bağlı COP Baku verilişinə danışan Şimali Kipr Türk Cümhuriyyətinin İqtisadiyyat və Energetika naziri Olgun Amcaoğlu bildirir ki, Azərbaycanın yaşıl enerji istehsalını genişləndirməsi gələcək əməkdaşlıq üçün yeni üfüqlər yaradır. Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin enerji sahəsindəki gündəliyi nədir və Azərbaycanın bu sahədə Şimali Kipr Türk Cumhuriyeti'ne dəstəyini necə hissedirsiniz? Bu yürüdüğümüz yolda her zaman olduğu gibi başta Türkiye Cumhuriyeti devamında Azerbaycan Cumhuriyeti'nin desteklerine ihtiyacımız olacak. Çünkü en önemli şey enerjiye olan ihtiyaç bütün ülkeleri birleştirecek. Bu konudaki ihtiyaçta enerji ihracı noktasında en önemli aktörlerden biri olan Azerbaycan'ın da olması kaçınılmaz olacağından dolayı elbette ki istesek de istemesek ki çok istiyoruz, onu söylemek istiyorum. Azerbaycan Cumhuriyeti ile can kardeşlerimize yollarımız kesişecek ve biz onlarla omuz omuza Türkiye Cumhuriyeti'nin önderliğinde yürümeye devam edeceğiz. Olgun Amcaoğlu'nun sözlərinə görə Asiyadakı Türk dövlətlərinin də yaxın gələcəkdə qoşulması gözlənilən Kabil ixrac xətti eyni tarixi kökə sahib ölkələri təkcə iqtisadi olaraq deyil, mənəvi olaraq da birləşdirir. Azərbaycan Xəzər dənizindən Qara dənizə uzanan yaşıl enerji koridorunun reallaşması üçün çalışır. Fikrinizcə bu yaşıl enerji koridoruna Asiyadakı Türk əsili dövlətlərin qoşulması Türk dünyası üçün birləşdirici bir rol oynaya bilərmi? O enerji koridoru sayesinde, yeşil enerji koridoru sayesinde sadece Türkiye Cumhuriyeti ile Azerbaycan değil, diğer Asya ülkelerinin de aynı perspektifte buluşabilmesi öncelikle hem ekonomik açıdan hem de işte sosyal ve kültürel açıdan o coğrafyada yaşayan ülkeler için çok önemli bir birleştirici proje olacaktır diye düşünüyoruz. Tabii ki başlangıcı da sonuçlara çok önemli, niyet çok önemli. Buradaki niyet hem ekonomik anlamda kazanımları artırmak, pazarı genişletmek hem de işte o şemsiye altında buluşabilmenin koşullarını sağlayıcı projelerde eş güdüm zamanlı olarak çalışabilmek, başka bir şey değil. Müşahidələr göstərir ki, Azərbaycanın neft-qaz ixracı ilə yanaşı yaşıl enerji sahəsindəki yanaşması da regiona və dünyaya yeni əməkdaşlıq ruhu qazandırır. Azərbaycan MEQA layihələrdə özünə məxsus yanaşması ilə bütün dünyaya önəmli bir mesaj verir. Bu, regional və beynəlxalq layihələrdə bütün tərəflərin maraqlarının bərabər hüquqlu formada təmsil olunmasıdır. Buna görə də Azərbaycanla əməkdaşlıq bütün ölkələrə həm iqtisadi, həm də siyasi səmərə gətirir.